Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Hava Yolları Azal 20 noyabr tarixindən etibarən hava nəqliyyatında portativ şarj cihazlarının powerbank daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur. Xəbər verilir ki, bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi Azal üçün hər zaman prioritetdir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb. Yeni qaydalara əsasən təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır. Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz. Şarj cihazlarını yuxarı baqaj tərəflərində saxlamaq qadağandır. Onların sərnişin yanında ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır. Yalnız zavod markalanması olan nominal tutumu 100 Watt-saatədək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir. Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 Watt-saatədək olan cihazların 50 gündə daşınmasına icazə verilir. 100-160 Watt-saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Qeyd edək ki, bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır. Sərnişinlərə tövsiyə olunur ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qoxu müşahidə edildikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.